Salam uşaqlar, hər vaxtınız xeyir olsun. 16 noyabr OTK-nın keçirdiyi buraxılış sınaq imtahanına baxaq. 31-ci sualımız. Deməli, deyir ki, ABC üçbucağında BH AC-yə perpendikulyardır. Yəni BH üçbucağın hündürlüyüdür. Bucaq ABY bucaq YBC-yə bərabərdir. ABY YBC-yə bərabərsə, bu o deməkdir ki, BY bizim tənbölənimizdir. Bucağa 70 dərəcə, burası 70 dərəcə, bucaq C isə 60 dərəcədir. HBY bucağının dərəcə ölçüsü soruşulur. HBY. Uşaqlar, diqqətli olsaq, bu HBY bucağı hündürlük və tənbölən arasındakı bucaqdır. Hündürlük və tənbölən arasındakı bucağı taparkən biz nə edirik? Verilmiş üçbucağın iti bucaqlarını bir-birindən çıxırıq və yarıya bölürük. 70 dərəcədən çıxırıq 60 dərəcəni, bölürük 2-yə. Bu da eləyir bizim üçün 5 dərəcə. Doğru cavab D variantı. 32-ci sual. 15 üstü n ədədinin natural bölənlərinin sayı 25 olarsa n-i tapın. 15 üstü n-in natural bölənlərinin sayını tapmaq üçün öncə 15-i sadə vuruqlarına ayırmaq lazımdır. 3 vur 5 şəklindədir. Və n-i hər birinin qüvvətinə əlavə edirik. Deyir ki, natural bölənlərin sayı 25. Natural bölənlərin sayının tapılması da hər bir sadə vuruqdan neçə dənədirsə, onun üzərinə 1 əlavə edirik. Digərində də həmçinin 5-dən də n dənədir. Üzərinə 1 əlavə edirik. Vururuq bir-birinə, bərabər edirik 25-ə. Gördüyünüz kimi n plus 1-i n plus 1-ə vuranda 25 eləyirsə, deməli n plus 1-imiz bizim 5-ə bərabər olmalıymış. Buradan da n-in 4 olduğunu tapırıq. Doğru cavab Y variantı. 33-cü sualda ifadənin qiyməti soruşulur bizdən. Uşaqlar, diqqətli olsaq, kökün altında 8-ci dərəcədən bu ifadə verilib və vurulur digər bir ifadəyə. Baxın, bu ifadə 8 çıxılsın 2 kök altında 5 nəyin kvadratıdır? Onu tapmaq üçün nə edirik? Cəmi və hasili. Cəmi 8, hasili isə 15 olan ədədi düşünürük. Bu da 3 və 5-dir. Deməli, bu ifadə kök altında 5 çıxılsın kök altında 3-ün kvadratıdır. Bu da 8-ci dərəcədəndir. 8-ci dərəcədən 2-ci dərəcə gedir, qalır necə? Kök altında 4-cü dərəcədən kök altında 5 çıxılsın kök altında 3. O da vurulsun kök altında 4-cü dərəcədən kök altında 5 üstə gəlinsin kök altında 3. Hər ikisi eyni dərəcəli kök olduğuna görə bütöv mən bir kökün altında yazıb bu iki ifadəni bir-birinə vura bilərəm. Yəni kök 5 çıx kök 3 vurulsun kök 5 üstə gəl kök 3. Bu da bərabərdir. Kök altında 4-cü dərəcədən a kvadrat çıx b kvadrat müxtəsər vurma düsturunun açılışıdır. 5 çıxılsın 3 kök altında 4-cü dərəcədən 2. Doğru cavab Y variantı 33-cü sual. Növbəti keçək 34-cü suala. Eyler-Venn diaqramına əsasən ştrixlənmiş hissə hansı çoxluğa uyğundur? Uşaqlar, bu birinci, bu ştrixlənmiş hissə A çoxluğu ilə B çoxluğunun kəsişməsidir. Bu ştrixlənmiş hissə isə A çoxluğu ilə C çoxluğunun kəsişməsidir. Deməli, həm A ilə C-nin kəsişməsini, həm də B ilə C-nin kəsişməsini birləşdiriblər. Baxın, belə deyək, A kəsişir B ilə, bunu da birləşdiriblər, A kəsişir C ilə. Bunu da biz hansı variantda doğru götürə bilərik? Təsəvvür eləyin ki, B ilə C-ni kəsişdiriblər, yox. Deməli, bu uyğun gəlir nəyə? B ilə C-ni birləşdiriblər, onu kəsişdiriblər A çoxluğu ilə. Doğru cavab C variantı olur. 35-ci sualda tənliyin köklərindən biri 3-dür, tənliyin digər kökünü tapın. Deməli, nə edirik uşaqlar? Tənliyin köklərindən biri 3-dürsə, götürürük x-in yerinə qoyuruq 3-ü. 2 vurulsun 3-ün kvadratı, çıxılsın n vurulsun 3, çıxılsın 9 bərabərdir 0. 2 vur 18, 9, 18, 18-dən 9 çıxıram 9, olur 3n bərabər olur 9-a, n də bərabər olur 3-ə. Nə deyir? Tənliyin digər kökünü tapın. N-i tapdıq 3. N-i 3 tapdıqdan sonra tənliyimiz çevrilir olur belə. 2x kvadrat çıxılsın 3x çıxılsın 9 bərabərdir 0 şəklində. Tənliyimizin köklərini teoreminə gətirmək üçün hər tərəfi 2-yə bölürəm. Olur x kvadrat çıxılsın 1,5x çıxılsın deməli 2-yə bölürəm 4,5 bərabərdir 0. x1 ilə x2-nin cəmi 1,5 edir. Və mənim köklərimdən biri də 3-dür axı. 3 üstə gəlinsin x2 bərabərdir 1,5. Buradan da x2-ni tapıram ki,
1,5-ə bərabərdir. Yəni mənim digər köküm olur 1,5. 35-ci sual. 36-cı sual. 2 rəqəmli ədədin rəqəmləri cəmi 12-dir. Bu ədədin onluqlarını göstərən rəqəm təkliklərini göstərən rəqəmin 50%-nə bərabərdir. Uşaqlar, 2 rəqəmli ədədi A, B-dir. Rəqəmlərinin cəmi 12-dir. Yəni A ilə B-nin toplamı 12-yə bərabərdir. Bu ədədin onluqlarını göstərən rəqəm, onluqları göstərən rəqəm yəni A. Təkliklərini göstərən rəqəmin, yəni B-nin 50%-nə bərabərdir. Yəni A, B-nin yarısıdır. 0,5 B-yə bərabərdir. Gətirib burada mən A-nın yerinə 0,5 B qoysam, üzərinə də bir dənə B gəlirəm, bərabər eləyirəm 12-yə. Olur 1,5 B bərabər olur 12-yə. B də bərabər olur 12-ni bölürəm 1,5-ə. Deməli, olur 8. B-imizin qiymətini aldıq 8. B 8 olduqdan sonra A-nın da qiymətini tapanda 0,5 vururam 8-ə, A-nı da tapıram 4. Deməli, mənim ədədim AB şəklində idi. A-nı 4, B-ni isə 8 tapdım. Ədədimiz olur 48. 37-ci suala keçirik. A nöqtəsindən çevrəyə AD və AE toxunanları çəkilib. AD və AE və qaydamız var idi ki, AD ilə AE bir-birinə bərabərdir. DF-yə 75 dərəcə verilib, DF-yə 75 dərəcə verilib. DAE bucağının dərəcə ölçüsünü soruşur bizdən. DAE bucağının dərəcə ölçüsünü soruşur bizdən. Uşaqlar, deməli, bax, fikir verin. Belə eləyək də bunu. Bərabər. Bunların bərabər olması bizə heç burada lazım deyil. Nə edirik? Nə deyir bizə? Buraya 75 verilib, DAE-ni soruşur. Uşaqlar, çevrənin mərkəzini mən burada qeyd etsəm və toxunma nöqtələrini çevrənin mərkəzi ilə birləşdirsəm, bilirəm ki, burada 90 dərəcə, burada 90 dərəcə bucağım elə gəlir. Və bu mərkəzi də bir O nöqtəsinin işarələsəm, DOE bucağı ilə alfa bucağının cəmi 180 dərəcəyə bərabər olmalıdır. DOE bucağının dərəcə ölçüsü də DFY bucağının dərəcə ölçüsünün 2 qatıdır. Niyə? Çünki DOE mərkəzi bucaqdır, DFY daxilə çəkilən bucaqdır və eyni qövsə söykənən daxilə çəkilən bucaq mərkəzi bucağın yarısına bərabərdir. Və 150 dərəcə ilə də alfanın cəmi 180-ə bərabərdirsə, avtomatik alfanın dərəcə ölçüsünün 30 dərəcə olduğunu tapırıq C variantı. 37-ci sualımızda. 38-ci sualımızda ifadənin qiyməti soruşulur bizdən. Demək, uşaqlar, nə edirik? A üstü 9 plus A kubu, məxrəcdə də A plus 1 bölü A. Deməli, baxın, A plus 1 bölü A. Burada isə A kvadrat plus 1 bölü A kvadrat minus 1 şəklində bir ifadəmiz var. Surətdən mən öncə A üstü 3-ü mötərizə xaricinə çıxardıram. Mötərizə xaricinə çıxardanda nə alıram? Alıram ki, A üstü 6 plus 1 şəklində bir ifadə. Daha sonra məxrəcimdə A üstə gəlinsin 1 böl A ifadəsi var. Bu A kvadrat plus 1 böl A kvadrat ifadəsini də A üstə gəlinsin 1 böl A-nın kvadratı çıxılsın. Bunun elə bil hasilinin 2 misli. 2 kimi yazıram. Bir dənə də burada çıxılsın 1-im var mənim. Yox, uşaqlar, elə bu məxrəcdəki düsturdur da. Biraz diqqətlə baxsaq. Bax, fikir verin. A plus 1 bölü A kvadrat plus 1 bölü A kvadrat minus 1. Bu A-nın kubu üstəgəl 1 bölü A-nın kubudur. A kubu üstəgəl 1 bölü A-nın kubu. Çünki bunu açanda birinci plus ikinci, sonra birincinin kvadratı minus, bunun hasili A vurulsun 1 bölü A mənfi 1 eləyək. Sadəcə yerləri dəyişik verilib. İndi nə edəcəyik? Bərabər qoyub yazıram ki, bu A kubu plus 1 bölü A-nın kubudur da. Bu da A kubu A üstü 6 plus 1. Aşağıdakı ilə uyğunlaşsın deyə mən yuxarıda A kubunu ortaq vuruq olaraq çıxartmışdım. Amma aşağıdakı ilə uyğunlaşsın deyə baxın nə edirik. Bunların ikisindən də A üstü 6-nı ortaq vuruq olaraq çıxardıram. A üstü 9-da qalır A üstü 3. A üstü 6-nı nəyə vuranda A üstü 3 eləyir? 1 böl A üstü 3-ə. Burada nə? A üstü 6 yazdım. A üstü 3 olmalıydı burada. A üstü 3 plus 1 böl A-nın kubu. Bax, fikir verin. Bu ifadə ilə bu ifadə gedir. Elə doğru cavabımız qalır. Birbaşa A üstü 6. Yəni doğru cavab D variantı 38-ci sualda. 39-da x minus 2 sayda işçi bir işi 12 saata. Gəlin tənasübünə yazaq. X minus 2 sayda işçi bir işi 12 saata. X minus 6 sayda işçi isə həmin işi eyni məhsuldarlıqla 18 saata yerinə yetirirsə x ədədini tapın. İş məsələsində qurulan tənasüb yan-yana vurularaq həll olunur.
O zaman yazırıq. 12-ni x çıx 2-yə vuracağıq. 12x çıx 24 bərabərdir. 18-də x çıx 6-ya vuracağıq. 18x çıxılsın 144. Yox, 144 yox. 60, 48, 108. 12x keçir 18-in yanına olur 6x bərabərdir. 108 də mənfi 108 də keçir 24-ün yanına olur 84. X də bərabərdir 14-ə. X-imiz 14-dür. Nə deyir? X-in qiymətini tapın. Doğru cavab Y variantı. 39. Sonra gəldik 40-cı tapşırığa. İfadənin qiymətini hesablayın deyir. Gəlin baxaq görə ifadə hansı qanuna uyğunluqla gedir. 1 çıx 4-də 1, 9-da 1, 16-da 1. 2-də 1-in kvadratı, 3-də 1-in kvadratı, 4-də 1-in kvadratıdır. Deməli uşaqlar 1 çıx 4-də 1-i mən 1 çıx 2-də 1 vurulsun 1 üstə gəl 2-də 1. 1 çıx 9-da 1-i 1 çıx 3-də 1. 1 üstə gəl 3-də 1. 1 çıx 16-da 1-i də 1 çıx 4-də 1. 1 üstə gəl 4-də 1 kimi. Nəhayət 1 çıx 225-də 1-i 1 çıx deməli 1 çıx 15-də 1. 1 üstə gəl 15-də 1 kimi yaza bilərəm. Bu ikisini, bax fikir verin, cavablarını bir-bir yazsam. 2-də 1 vur 2-də 3. Vur, bunun cavabı eləyir 3-də 2, bunun cavabı eləyir 3-də 4, bunun cavabı eləyir 4-də 3, bu birisi 4-də 5 və nəhayət nöqtə. 1-dən 15-də 1 çıxanda 15-də 14 vurulsun 15-də 16. Fikir verin, 2-də 3 ilə 3-də 2 tərsdir, hasili 1. 3-də 4 ilə 4-də 3 tərsdir, hasili 1. Yəni 4-də 5, ondan sonra gələcək 5-də 4, yenə hasili 1. Hasili 1 və nəhayət son cavab qalacaq 2-də 1 və 15-də 16-nın hasili. 2-də 1-i də vuracaq 15-də 16-ya. 16 ilə də 2 ixtisar gedəcək, qalacaq 8. Doğru cavabımız olacaq 15-də 8 A variantı. 41-ci sualda A kvadratla B kvadratın cəmi 34 hasili verilib. A plus B cəminin müsbət qiymətini soruşur bizdən. Bunun açılış düsturu var idi, plusla olan. A plus B-nin kvadratı çıxılsın 2A B şəklində və bərabərdir verilib 34-ə. AB hasili də verilib 15. O zaman yazıram ki, A plus B-nin kvadratı çıxılsın 2-ni vururam 15-ə 30 bərabərdir 34-ə. A plus B-nin mötərizə kənarı kvadratı bərabərdir 64-ə. Müsbət qiymət soruşulduğuna görə A plus B-nin qiyməti olur 8. 42-ci sual. AB DE-yə paraleldir. AB DE-yə paraleldir. BC də DF-ə. BC də DF-ə paraleldir. Aha, bucaq ABC 110 dərəcə. ABC bura 110 dərəcə verilib. Bura 110 dərəcədir. YDF bucağı soruşulur bizdən. YDF bu bucaq soruşulur bizdən. Görək nə edirik. Deməli, mən bilirəm ki, BC ilə DF bir-birinə paraleldirsə, o zaman buradakı bucaqla buradakı bucaq eyni dərəcə ölçülüdür. Burası alfadırsa, burada alfaya bərabərdir. Daha sonra başqa əlimdə hansı materialım var mənim? Demək, nə edə bilərəm? Alfa, bu bucağın dərəcə ölçüsü. Bizim düsturumuz var idi. Bu şəkil haqqında olan düsturumuz. Burada mən bir dənə x yazıram. CDY bucağı ilə ABC bucağını toplayıb 180-i çıxırdıq. 110 dərəcə ilə üzərinə gəlirdik alfa plus x-i. Ondan çıxırdıq 180-i. Bərabər olurdu buradakı alfa bucağına. O zaman alfalar gedir. X də bərabər olur. 110-dan 180 çıxanda mənfi 70 keçir sağa olur müsbət 70 dərəcə. X də bizdən soruşulan YDF bucağıdır. YDF. Doğru cavab 70 dərəcə. 43-cü sualımızda. AB-yə paraleldir. ABD bucağı 70 dərəcə verilib. ABD burası 70 dərəcə verilib. DC parçası BDY bucağının tən bölənidir. Yəni alfa. Alfa yox hətta. Bura əgər 70 dərəcədirsə, onun çarpazına dayanan bu bucaq da 70 dərəcədir. O zaman bölünür 35 dərəcə və 35 dərəcə. Sonra bu bucaq çarpazdır. Deməli, burada 35 dərəcədir. Nə soruşur bizdən? DCK bucağını soruşur.
DCK. DCK bucağı da 35 dərəcəli bucağın qonşu bucağıdır. Bu da verəcək bizə 145 dərəcəni. 44-cü sualda ABC üçbucağında ABC 90 perpendikulyar AD, DC, BD, AD, DC, BD hasilinin qiyməti soruşulur bizdən uşaqlar. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hündürlük çəkiləndə Evklid teoremi var. BD-nin kvadratı bərabərdir AD vurulsun DC-dəyə. AD vurulsun DC. BD-nin kvadratı AD-ni DC-yə vuranda eləyirsə, o zaman bu AD-DC hasilinin yerinə BD-nin kvadratı yazsam və onu bir dənə də BD-yə vursam, olurmu bizə BD-nin kubu? BD-nin kubu da 125 eləyirsə, buradan da BD-ni tapırıqmı 5 deyə? Yəni doğru cavabımız olur 5. 10 detallı usta 3 günə, şagirdi 5 günə hazırlayır. Usta və şagirdi birlikdə 560 detalın neçə günə hazırlayar? Demək uşaqlar, 10 detallı usta 3 günə hazırlayır. Şagirdi də 5 günə hazırlayır. 3 günə 10 detal hazırlanırsa, deməli 1 günə detalın 3də 1 hissəsinin hazırlanacaq. 5 günə də həmçinin 10 detal hazırlanırsa, həmin o 10 detalın 5də 1 hissəsi hazırlanacaq. Deməli, usta 3 günə, şagirdi 5 günə detal hazırlayır. Usta 1 günə detalın 3də 1 hissəsini, şagirdi isə 1 günə detalın 5də 1 hissəsini hazırlayacaq. Toplamda 1 günə ümumi detalın 15də 8 hissəsi hazırlanacaq. 10 detal var. Əgər 1 günə 10 detalın 15də 8 hissəsi hazırlanırsa, vuraq 10-a. Buradan da tapırıq 10 ilə 15 ixtisar gedir 5-ə, qalır 3, 2, olur 3də 16. Deməli, 1 günə 3də 16 detal hazırlanır. 560 detalı da hazırlamaq üçün lazım olan günü tapmaq üçün 560-ı bölürük 3də 16-ya. Bunun üçün də 560-ı vururuq 16-da 3-ə. 560-ı da 16-da 3-ə vuranda bunlar ixtisar gedir 8-ə 70. Burada qalır 2. 70-i də 3-ə vurdum. 210. 210 da 2-yə böldüm 105. 105. Ümumilikdə bu qədər detalı 105 günə hazırlayarlar. Keçirəm bu 45-46-cı suala. A və B çoxluqları üçün 3 vurulsun NA bərabərdir NB və belə bir şərt verilib. Deməli, uşaqlar, 3 dənə NA NB-yə bərabərdirsə, yazıram, çoxluğumu çəkirəm. A ilə B-nin fərqində 5 dənə element var. Bura olsun A çoxluğu, bura olsun B çoxluğu. Burada 5 dənə element var. B ilə A-nın fərqində isə 19 dənə element var. Kəsişmədə x dənə elementim var. 3 vurulsun NA. Yəni 3 vurulsun 5 plus x bərabərdir NB-yə. Yəni x plus 19-a. Buradan x-umu taparam. Olar cavabım. 15 plus 3x bərabərdir x plus 19-a. Buradan da 2x bərabərdir 4-ə. X də bərabər olur 2-yə. Doğru cavabımız 2. 47-ci sualda. Deməli, A plus B-nin kvadratı 4AB-dir. A plus B-nin kvadratını 4AB olduğunu yazırıqsa, bu özü nədir? Deməli, A heç. Yazaq, A kvadrat üstə gəlinsin 2AB, üstə gəlinsin B kvadrat bərabərdir 4AB. İndi burada baxırıq ki, A kvadratla B kvadratın cəmi 4AB-dən 2AB-ni çıxıram, qalır 2AB-yə. Mənə də lazımdır, A çıx B lazımdır. Bunu da A çıx B ilə olan düsturunu yazıram. A çıx B-nin kvadratı çıxılsın, üstə gəlinsin 2AB bərabərdir 2AB. Buradan da tapıram ki, A çıxılsın B-nin kvadratı bərabərdir 0. Buradan da tapıram ki, A çıxılsın B-nin kvadratı bərabərdir 0-a. Bu 0-dırsa, 0-ın da üzərinə 4 gəlirəm, cavabım eləyir 4. Növbəti suala 48-ə keçək. Demək, 48-də nə edə bilərik? Buradan bunların ikisindən kök altında 3 ortaq vuruq olaraq çıxardırıq. Qalır 1 plus kök altında 5. Bunların ikisindən də mənfi kök altında 2-ni çıxardıram. Bu da qalır 1 plus kök altında 5. Məxrəcdə də kökü çıx kök 2. Bunu da sadələşdirib, hər ikisindən 1 plus kök altında 5 ortaq vuruq çıxartsam, qalır kök altında 3 çıxılsın kök altında 2. Məxrəcdə də kök altında 3 çıxılsın kök altında 2. Bunlar ixtisar gedir, cavab qalır 1 plus kök altında 5. Daha sonra 1 plus kök altında 5-i mən vururam kök altında 5 minus 1-i. 1-ə. Mən bunun yerini dəyişib kök 5 plus 1 yaza bilərəm də. O da olur kök altında 5-in kvadratı çıxılsın 1-in kvadratı. 5 çıxılsın 1, cavabımız da olur 4.
49. Aralarındakı məsafə 960 kilometr olan iki şəhərdən, iki dənə şəhər. Aralarındakı məsafə 960 kilometrdir. Eyni zamanda qarşı-qarşı iki avtomobil yola düşdü. Avtomobilin biri belə gəlir, biri də belə gəlir. Onlardan birincisi bu yolu 16 saatda, o biri 14 saatda gedir. Yol eyni yoldur. Biri 16 saatda gedir, digəri 14 saatda gedir. Görüşənə qədər birinci avtomobil nə qədər yol gedər? Uşaqlar, birinci avtomobilin sürəti bilmirik. Həmçinin ikinci avtomobilin də sürətini bilmirik. Amma yol eyni yoldur. Biz bu məsələdə hər iki avtomobilin sürətini də tapa bilərik. Necə tapırıq sürətlərini? 960 kilometr yolu birinci avtomobil 16 saatda gedibsə, 960-ı bölürük 16-ya, bu da eləyir 60. Deməli, birinci avtomobilin sürəti 60 km/saatdır. Sonra 960-ı ikinci avtomobil 14 saatda gedib. 14-ə bölürük. Bunu da deməli tapırıq. 6, 7... 960 14'e tam bölünməyəcək. Ona görə bunu 960 böl 14 şəklində saxlayıram. İkinci avtomobilin sürətidir. Uşaqlar, məsələmizin məntiqi nədir? X kilometr məsafəni birinci avtomobil 60 sürətlə gedib. Görüşənə qədər bunlar eyni zaman müddətində məsafə qət ediblər. Deməli, X-i bölürəm 60-a, yolu bölürəm sürətə eləyir zaman. Eyni zaman müddətində də 960 çıxılsın x kilometr məsafəni də digər avtomobilin sürəti olub 960 böl 14. Elə bunu bu formada da saxlayıram. Sonra çarpaz vururam. Olur 960 bunu vuranda x böl 14 bərabərdir 60 vurulsun 960 çıx x. Ders müəllimə hesablaman biraz çətin olur. Amma 960x bərabərdir 14 vur 60. 14'ü 60'a vuranda promo yazım. 840 vurulsun 960 çıx x. Baxın, nə edəcəm indi? 960x bərabərdir 840 vur 960 çıx 840x. 840x keçir 960x'in yanına. Olur 1800x bərabərdir 840 vurulsun 960. X-i da tapmaq üçün 840'ı vururam 960'a, bölürəm 1800'ə. Sıfırlar ixtisar gedir. Deməli, 96 ilə 18 gedir 6'ya, burada qalır 3, burada da qalır 16, 3 ilə də 84 ixtisar gedir 28. Doğru cavabım da olacaq 28 vurulsun 16. 28 də 16'ya vuranda 8, 4 yadda 12, 16, 8, 2, 8, 4, 1 yadda 448. Doğru cavabımız olur 448. Keçək növbəti 50-ci məsələmizə. D düz xəttdə A və B mərkəzli çevrələrə uyğun olaraq C və D nöqtələrində toxunur. AC 16, BD 6, CD 24. Bu məsafə 24 olarsa bu çevrələr arasındakı ən qısa məsafəni tapın. Uşaqlar, çevrələr arasındakı ən qısa məsafə məlum məsələdir ki, bu məsafədir. Və fikir verin, nə edirəm? A ilə B məsafəsini birləşdirirəm. A ilə B məsafəsini birləşdirəndə baxın, bu məsafə olacaq bu çevrələr arasındakı ən qısa məsafə. O məsafəni də tapmaqdan ötürü mən əvvəlcə bu bütöv məsafəni tapmalıyam. O məsafəni də necə tapıram? Mən buradan bura bir dənə hündürlüyü çəkirəm 90 dərəcə. Əgər bura 6-dırsa, burada 6-dır. Bura qalır 10. Yəni bu balaca məsafə 10-dur. Bu balaca məsafə 10-dur. Bu məsafə də 24-dür. Çünki aşağı ilə eynidir, CD ilə eynidir. Bu da hipotenuz rolunu oynayır. 24'ün kvadratının üstünə 10'un kvadratını gəldirəm. 24'ün kvadratı 576, 10'un kvadratı 100. Toplayıram 676. 676 da 26'nın kvadratıdır. Deməli, AB məsafəsi olur 26. Mənə çevrələr arasındakı ən qısa məsafəni deyir. Baxın bu məsafəni. Bu məsafəni də tapmaq üçün 26'dan çıxıram. Bu radiusla bu radiusu. Yəni 16 ilə 6'nın cəmini. Bu da verir bizə 22. 26'dan da 22'nin çıxanda qalır 4. Doğru cavabımız olur 4. 51-ci məsələ. 180 kiloqram 20% duz məhlulundan nə qədər su buxarlandırmaq lazımdır ki, məhlulun duzluluğu 24% olsun? Uşaqlar, deməli, 180'in öncəliklə 20%-ni tapıram. Böl 100. Bu da eləyir 36. Deməli, 180 kiloqramlıq bir məhlulun tərkibində 36 kiloqram duz var. Deyir, nə qədər su buxarlandırmaq lazımdır? Bizim məhlul məsələlərində əsas istifadə edədiyimiz düstur maddə bölünsün məhlul
vurulsun 100'dür. Bunu unutmuruq. Maddəmiz 36'dır. Məhlulumuz ümumilikdə 180 kiloqramdır. Amma su buxarlandırılır. Deməli azalır məhlulumuz. 180 çıx x olur. 36 dəyişmir. Və duzluluq faizimiz 24% olur. Bunu da bərabər eləyirəm. Yəni 100-ə vuranda, daha doğrusu tam düstura uyğun yazaq da, 100-ə vuranda 24 eləyir. Bunu da tapmaqdan ötürü nə edirəm? 100 ilə 24-ün 4-ə ixtisar aparım. 25. Burada qalsın 6. Sonra da çarpaz vurum. 25 sürətə vurulacaq. 36 vur 25 olacaq. 36 vur 25. 6 ilə 180 çıx x-da çarpaz şəkildə vurulacaq. 6-nı 180-ə vursam, elə 6 vur 180 şəklində saxlayım. Çıxılsın 6x. Burada hesablama aparmalıyam. 6x bərabərdir. 6-nı 180-ə vuranda deməli eləyəcək 1080 çıxılsın. 36-nı da 25-ə vursaq, bu da eləyəcək 900. 1080-dən də 900 çıxanda 180. 6x da bərabərdir 180-ə. Buradan da x-i tapırıq 30. Doğru cavabımız olur 30. Keçək 52-ci məsələyə. Perimetri 60 cm olan ABCYDF fiqurunda ABC, ADF və DCY üçbucaqları bərabər tərəflidir. Hər biri öz aralarında ayrı-ayrı bərabər tərəfli üçbucaqlardır. AC tərəfinin uzunluğunu soruşur. AC. Baxın uşaqlar, nə yazıram? X, X. Bərabər tərəfli deyil. Üçü də X-dir. Bu bütöv də X-dir. Burada bir dənə yazıram Y, Y. Burada yazıram Z, Z. O zaman burada Z-dir. Burada Y-dir. Və həmçinin X, X, burada X-dir. Demək ki, Z ilə Y-in cəmi elə X-a bərabərdir. Perimetrimiz 60-dır. Perimetrdə hansı tərəflər iştirak edir? Bura, 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 bura və bura. X plus X plus Y plus Y plus Z plus Z. 60 edirmi? Hərəsindən 2 dənədirmi? O zaman olur 2 vurulsun. X plus Y plus Z bərabərdir 60. Y ilə Z-in cəminin yerinə X-i qoysam, bura X-i qoysam, bir dənə. X plus X 2X, 2X-i 2-yə vururam 4X, 4X 60-dır, X olur 15. Nə soruşur məndən? AC parçasının uzunluğu. AC X idimi? X də 15 oldu mu? Doğru cavabımız olur 15. Keçirik 53-cü sualımıza. 80 nəfərlik bir qrupda X qəzetini oxuyanların sayı Y qəzetini oxuyanların sayının 4 mislidir. Hər iki qəzeti oxuyanların sayı qəzet oxumayanların sayına bərabər olarsa X qəzetini oxuyanların sayını tapın. Bunu deməli uşaqlar L-Irvin diaqramı çəkərək həll etməyə çalışaq. X qəzetini oxuyanlar burada yazılır, Y qəzetini oxuyanlar burada yazılır. Ümumilikdə 80 nəfərlik bir qrupumuz var. X qəzetini oxuyanların sayı, yəni bu dairəmizin içərisi, digər dairəmizin içərisindən sayının 4 mislidir. Və hər iki qəzeti oxuyanların sayı buradır. Qəzet oxumayanların sayına bərabərdir. Hər iki qəzeti oxuyanların sayını götürək bir ayla. Daha sonra nə deyir uşaqlar? X-i oxuyanların sayı, yəni bu bütöv ifadənin 4 mislidir. O zaman 4 mislidirsə nə edə bilərik? Bütöv bura olsun 4x. O zaman burada nə qalır? 4x çıxılsın a. Burada olsun x. Bura nə qalır o zaman? X çıxılsın a. Çünki baxın fikir verin. Bura bütöv 4x-dir. Burada bütöv x-dir. Axı x oxuyanların sayı y oxuyanların sayının 4 misli olur. Bunların üçünün də toplamı 80-ə bərabərdir. Yox, 80-ə bərabər deyil. 80 nəfərlik bir qrupdur. 80 ümumi şagirdlərin sayıdır. Bunun içərisində oxumayanlar da var. Oxumayanların sayı ilə hər iki qəzeti oxuyanlarla eynidir. A. Deməli 80 çıxılsın A ümumi şagirdlərin sayıdır. Tənliyimizi yazsaq, 4x çıx A plus A plus x çıxılsın A bərabərdir 80 çıxılsın A-ya. Mənfi A, mənfi A, müsbət A, mənfi A gedir. Olur 5x bərabərdir 80-ə, x də bərabərdir 16-ya. Nə soruşur? X qəzetini oxuyanların sayını tapın. X qəzetini oxuyanların sayı 4x olduğuna görə 4x də bərabərdir 4 vurulsun 16. Yəni doğru cavabımız 64 nəfər olur. 54-cü sual.
A kvadrat plus B kvadrat 6B-yə bərabərdir. Uşaqlar, mən A plus B-nin A minus B-ni tapmalıyam, düzdürmü? Bu düsturun bu açılışı da var. Minus 2AB A minus B-nin kvadratı plus 2AB kimi də açılışı var. Bu bərabər olsun 6AB-yə. Bu da bərabər olsun 6AB-yə. Buradan mən tapıram ki, A plus B-nin kvadratı bərabərdir 8AB-yə. Buradan da tapıram ki, A plus B bərabərdir kök altında 8AB-yə. Buradansa tapıram ki, A minus B-nin kvadratı bərabərdir 4AB-yə. Buradan da alınır ki, A minus B bərabərdir kök altında 4AB-yə. A plus B yerinə yazıram kök altında 8AB. A minus B-nin yerinə yazıram kök altında 4AB. Kök altında 8AB-ni kök altında 4AB-yə böləndə də doğru cavabımız eləyir kök altında 2. Çünki AB-lər gedir. Kök 8-i kök 4-ə böləndə də kök 2 eləyir. Qonşu bucaqlardan birinin dərəcə ölçüsünün 3 misli, digərinin dərəcə ölçüsünün 2 mislinə bərabərdir. Qonşu bucaqların dərəcə ölçülərindən birini x götürsək, digərini də məcburuq 180 çıx x götürək. Çünki söhbət qonşu bucaqlardan gedir və cəmi 180 dərəcədir. Birinin 3 misli, digərinin 2 mislinə bərabər olarsa bu bucaqları tapın. Bu qədər sadə. Məsələmizi qurduq. 3x bərabərdir 360 çıx 2x, keçir 3x-in yanına. 5x bərabər olur 360 dərəcəyə, x də bərabər olur 72-yə. Nə soruşur? Bu bucaqları tapın. Əgər bucaqlarımızdan biri x, yəni 72 dərəcədirsə, digəri də olacaq 108 dərəcə. Bu da oldu bizim sonuncu sualımız.